Görəsən mənə yaşatdıqlarını o da yaşayacaq? Yəni mən bunu görə biləcəm? Bax, bu sualın iki formada cavabı var. Birincisi dini baxımdan, digəri isə psixoloji baxımdan. Dini baxımdan cavab aydındır. İnsanlar yaşadıqlarını mütləq yaşayırlar. Etdiyin yaxşılığın da, etdiyin pisliyin də mütləq bir qarşılığını alırsan. Dini baxımdan olan bu yanaşmanın müsbət tərəfi də var. Müsbət tərəfi nədir? Sənin psixoloji sağlamlığını qorumaqdır. Ancaq digər tərəfdən səni ümidlə gözlənti halında saxlayır. Bu isə biraz mənfi tərəfidir. Amma psixoloji baxımdan cavab biraz fərqlidir. Psixoloji tərəfdən yanaşanda burada bütün məsələləri ələ alan vicdandır. Bizim uşaqlıqdan bəri bizə yüklənmiş olan, bizdə formalaşmış olan o vicdan hissidir. Əgər bir insan səhvlərini görə bilən və kiməsə haqsızlıq etdiyinin fərqində ola biləndirsə, burada bir qorxu yaranır. Yaşatdığımı bir gün mən özüm də yaşayacağam deyə və nəticə olaraq insan qorxduğunu mütləq bir gün yaşayır. Ancaq bir insan vicdanlı deyilsə, etdiyi səhvləri əsla qəbul eləmirsə və həmişə özünü haqlı görürsə, o insanın yaşadığını yaşamaq ehtimalı azalır. Çünki qorxmur, qorxmadan yaşayır. Digər tərəfdən də başına gələn bir şeylərdə heç vaxt düşünmür ki, mən nəsə etmişdim, ona görə hal-hazırda bunu yaşayıram deyə. Qəbul etməsi çətin olsa da psixologiyanın cavabı budur. Hər kəs etdiyinin qarşılığını almır təəssüf ki. Biz bunu həddindən çox istəsək də. Qarşındakı insan çox rahat bir şəkildə yoluna və həyatına davam edir. Və sən onda anlayırsan ki, sən yaranı sadəcə onun peşman olmağına bağlamısan. Bu sağalmaq deyil. Əgər bunu gözləyiriksə, demək hələ yetəri qədər sağalmamışıq.